Mən gözüm açıb imarətdə böyümüşəm. Yəni yaxın ətrafda olmuşuq. Uşaqlığımdan imarətliyəm. Elə bil ki, mən uşaqlığımı itirmişəm burada. Tək vətənimiz, dövlətimiz itirməyib. Yəni biz də öz gəncliyimizi itirmişik. Mən gəncliyimdən heç bir xatirə görə bilmirəm burada. Bura biz gəlməyən günü biz elə bilirdik ki, yaşamamışıq. Ki, bu gün imarətə getmədik. O da nadir hallarda olubdur. Ziyarət elədiyimiz yer olub. O cümlədən də indi Ağdam cəmaatı baxacaqdır. O insanların xatirəsi ölüb. Cavanlığı, gəncliyi ölüb. Baxın, indi bura nə qədər hansı Ağdamlı gəlməlidir ki, buranın doğru düzgün desin ki, burada filan şey var idi, burada filan qəbir var idi, burada filan qəbir. Bu ərazini keçəndən sonra 36-37 qəbir var idi burada. Xan ailəsinə aid olan qəbirlər var idi. Onların bir dənəsinin daşını da saxlamayıb nümunəsi. Biz bu künbəzlərin içərisində oynamışıq. Uşaqlığımız keçibdi. Gizlin pars oynayırdıq axşam tərəfləri, hər adam imarətə girə bilmirdi, amma biz girirdik. Bu künbəzlər bizim saxlanış yerimiz idi. Və yaxud Ərsəndə oynayırdıq, qaçırdıq, başına dolanırdıq, heç kim tuta bilmirdi. Yəni bizim uşaqlığımız burada keçib və bura müqəddəs bir yer olub. Yəni o dövr mənim uşaqlıq yoldaşlarım və ondan böyüklər bilir ki, biz bura həmişə görcək kimi baxmışıq. Biz buranın qorumağın, təmizliyin, kiminsə burada artıq hərəkət eləməməyinin, futbol vaxtı gəlib burada düzülüb buranı qoruduğumuzun, Qarabağın futbolunda çox adam yığışırdı bura. Hətta bu barılardan baxırdılar içəri. Biz Allah şahiddir ki, burada durub buranı qoruyurduq. Məhərrəm kişi də çox vaxtı bizlə olurdu burada. Dururdu ki, hələ girməyin ora, hədə girməyin ora, hədə girməyin ora. Biz buranı qoruyurduq. Bura çox gözəl bir sıx bağ idi. Hər cür ağac var idi, gözəllik var idi. Xoş gəlmisiniz Ağdama və mənim evimə. Həmişə siz gələsiniz. Əvvəl bu imarətin çəkilişləri gedəndə çox arzu eləmişdik ki, gün o gün olsun, biz tezlikən evlər tikilsin. Köçək evlərimizə, siz evlərimizdə qəbul eləyək. Arzumuzu Allah gerçəkləşdirib. Allah bu torpaq uğrunda canından keçən şəhidlərimizə rəhmət eləsin. Bizim qazi qardaşlarımızı, mənim qardaşlarımı Allah qorusun, hamısına şəfa versin. Millətimiz də sağ olsun, var olsun, bir nəfər kimi. Ali Baş komandanın ətrafında birləşdi. Torpaqlarımızı düşmənlərdən azad elədi. Yəni, bu günlərim çox böyük bir xoşbəxtçilikdir ki, biz öz vətənimizə köçürük. Bu böyük xoşbəxtçilikdir. Yəni, qayıdışdı, köçdü, amma gözəl köçdü. İnsanlarımıza neçə gündür mən diqqət edirəm, hamı sevinir, bir-birinə baxır ki, bu gün köç gəlir. Hətta cəmaatımız durur yollardakı görək, növbəti gələn adamlardan kim var tanış, qohum, əqraba. Gəlirlər burada bir-birinə baxırlar, filan kəs məni tanımadın, tanıdım, qucaqlaşırlar. Elə bir mehriban görüşürlər ki, sanki elə bugün Ağdamdan çıxıblar, bugün Ağdamda doğulublar, bugün boya başa çatıblar. Bir də bu Pənah Əli xan küçəsidir. Bura Rövşən Ağayev küçəsidir. Rövşən Ağayev biz 3 il müharibədə, 1-ci Qarabağ müharibəsində çiyin-çiyinə bir yerdə döyüşmüşük. Rövşən Ağayev 92-ci ildə oktyabr ayında şəhid oldu. Azərbaycan bayraq ordeni verdi, dövlətimiz tərəfindən mükafatlandırıldı. Və bu gün mənim üçün ən böyük fəxrlərdən biri odur ki, bu günə qədər köçənlərin içərisində yeganə Ağdamlıyam ki, öz küçəmizə düşmüşəm. Bu bizim köhnə küçəmizdir. Bu bizim evimizin yeri oradır. İmarətin sağ tərəfi, küncünün sağ tərəfi. Amma küçəmiz buradan başlayır. Köhnə 20 yanvar küçəsi, indiki Pənah Əli xan prospekti, köhnə Murtuzquliyev küçəsi, indiki Rövşən Ağayev küçəsi. Və çox şükür ki, mən doğulduğum, boya başa çatdığım həm küçəni görürəm, həm o hissləri yaşayıram, həm də imarəti görürəm buradan. Allaha şükür, Ağdamın hər yeri gözəldir, vətənimizin hər yeri gözəldir. Amma Ağdam bizim təbii ki, doğulduğumuz yer olduğuna görə və bu küçəni mən addım-addım, qarış-qarış o dövr ki, necə gəzmişdik xarabalığın, indi gözəlliyin görürəm ki, çiçəklənir, gözəlləşir və hətta mən durduğumuz bu məkan kimin evinin yerinə düşdüyünü də bilirəm. Binanın başlanğıcı
Təyyar əmigil, İsmail əmigil var idi. Ağdamın o köhnə kişilərindən, dadlı, duzlu kişilərindən. İsmail əmigilin evinin yerindən, Nadir əmigilin, demək olar ki, gəlib çıxıb Kommunist küçəsinin baş tərəfinə Əhməd əmigilin evinin yerində tikilib. O evin məsafənin arasında tikilib. Allah dünyasını dəyişən qonşularımıza, cəmaatımıza rəhmət eləsin. Yerdə qalanlara da can sağlığı versin. Allah hər bir vətənindən köçkün düşmüş insanlara öz vətənində ev eşik qismət eləsin. O cümlədə mənim əziz qonşularıma ev eşik qismət eləsin. Çoxu gəlsin, yenə burada qonşu olaq. Və sizə də çox təşəkkür edirəm ki, bizi yada salmısınız, bizə qonaq gəlmisiniz. Elmədlinin eyvanı və imarət. Mən istəyirəm biraz Elmədlin bundan danışsın. İmarət ümumiyyətlə bizim üçün yəni bir ata ocağı olub, bir ocaq olub. Şimdi biz əvvəlki filmlərimizi, sizin rəhbərliyinizlə çəkilən filmləri görən insanlar olsa, onlar xatırlayacaqlar ki, biz yəni imarət haqqında çox şeylər demişik. Tam səmimi deyim də, məsələn, mən başqa səmtə düşsəm, imarəti görməsəm, bu qədər mənim üçün duzlu olmazdı. Bu qədər yəni xoş olmazdı. Amma səhər-səhər təsəvvür eləyin ki, mən evdən dururdum, qaçırdım imarətə. Tut vaxtı, gedib tut yerdi, idman eləyirdik. Nə bilim, orada futbol oynayırdıq. Keçmiş dahi şəxsiyyətli insanlarla görüşürdük. Rəhmətli Fred Asivi görürdük, milli qəhrəmanımız. Rəhmətli Allahverdini görürdük, Eldar Bağrovu görürdük. Yəni kimləri görürdük orada. Səhər-səhər ki, bunlar idmandadır. Biz də elə heç onlar fərq qoymazdı ki, bunların yaşı azdır. Məsələn, bölüşüb komanda futbol oynayardıq səhər-səhər biz. O köhnə kişilərlə, yəni onlar məsələn bizi balaca qardaşları kimi sevərdi. Bizə məsələn yol göstərərdi. Yəni biz onların dediyi yoldan yəni sapmadıq. Məsələn, vətəni sevmək lazımdır, namus qiriyyəti, ana bazını qorumaq lazımdır. Məsələn, mən 16 yaşında getdim müharibəyə, döyüşlərə atıldım. Düzdür, sonra ağır yaralandım, 2-ci qrup müharibə eləyəm, qazisiyəm. Ağır acım var. İnanın ki, daim alınandan, Ağdamdan əlaqədiyəm də 20 noyabrdan bu günə qədər. İnanın səmimiyyətimə ki, mən bu günlərim özümü o qədər belə rahat, xoşbəxt. Xoşbəxtlik an məsələsidir də. İnsan heç vaxt daimi xoşbəxtçilik yoxdur ki. İnanın ki, mən o ağır yaralanmağı, o ağır acını, o güllə yarasın, o filan. Məsələn, bu tərəfə baxıram, hardasa düşünürəm ki, burada filan kəslər, o insanlar bir-bir mənim gözümün qabağından keçir ki, məsələn, mən bu yolla getmişəm bir nömrəli məktəbə. 10 il bu küçə ilə bir nömrəli məktəbə getmişəm. Orada bütün insanları görmüşəm, burada olan o ağsaqqalları, böyükləri. İndi inanırsınız, mən o istiqamətə baxıram, oradakı insanları bir-bir xatırlayıram. Yəni, mən o insanların hamısının burada bəlkə də başqa cür çıxmasının şəklini görürəm, ruhunu görürəm. Dünən də çıxdım bura həqiqətən. Biraz adam o istəri yaşayırsın, biraz kövrəlirsən, biraz sevinirsən ki, bugün öz vətənindəsən. İnsan onsuz da müvəqqətidir də, dünyasını dəyişəcək. Hər bir kəs dünyasını dəyişəcək. Çox insanlar dünyasını dəyişib. Biz biraz yaşımız az olduğuna görə, yəni orta nəsil mən deyərəm, sayılırıq. Yəni yaşamağı tam bilirsiniz, o ev almaq məsələsi deyil ki, məni göndərdilər torpağıma. Burada yaşamağa həvəs lazımdır. Burada yaşamaq lazımdır. Buranı təzədən qorumaq lazımdır. Burada rəqabət yaratmalıyıq ki, o desin ki, bizim məhəlləmiz gözəldir. Biz deyək ki, yox, bizim məhəlləmiz daha güllü çiçəklidir, gözəldir. Yəni bu eyvan təkcə yeni tikilən Ağdama yox, həm də tarixə açılır. Bəli. Mən deyərdim ki, Qarabağın bir dənə atributu varsa, mən deyərəm ki, o imarətdir. Çünki bütün siz daha gözəl bilirsiniz ki, xan ailəsi bütün buradadır. Bizim ağır Qarabağ seyidlərinin bir çoxu buradadır. Çox böyük dahi şəxsiyyətlərin məzarı buradadır. Yəni, bura bir atributdur. Yəni, Ağdamda, məsələn, Ağdama bütün hamı köçsün, nə qədər əhali var. Yəni, Ağdamda, ətraf kəndlərində, yəni, səhv eləmirəmsə 125-ə yaxın kəndimiz var. Kimə deysən ki, Ağdamda, mən filan yer deyəm, bəlkə də oranı tanımayacaq. Amma o 204 min əhalinin balazasından böyüyün hansına desən ki, mən imarət deyəm, o gəlib imarəti tapacaq, imarətə gələcək. İmarət kimləri görməyib. 3 hektardır ərazisi imarətin, tam. Bütün o keçmiş Sovet dönəmində olan
dahi futbolistlərdən tutmuş, futbolçulardan tutmuş, üzr istəyirəm. Qacara qədər görüb bu imarət. Qacar da gəlib bura. Məsələn, bura Cavad xan gəlib. Pənahəli xan olub burada, İbrahim Xəlil xan olub, Mehdiqulu xan olub, Xurşudbanu Natavan olub, Gövhər ağa olubdu burada. Bu dayandığımız eyvan tək Ağdama yox, bu tarixə baxır, yəni imarətə baxır. Buralar hamısı tarixdir. Burada küçə döyüşləri gedib, müharibə dövrü, 93-cü illərdə də yəni. Bu evlərin çoxu o dövr atılan raketlərin zərbəsindən çoxu dağılmışdı. İnanın ki, insanlar evini qoyub getmir. Bura tarixdir. Bu eyvan tarixə açılan eyvandır. Tarixi görən eyvandır. Burada tarixdə var olan kişilər, tarixi qoruyan kişilər, dövləti qoruyan kişilərin o dövrün ən dahi kişilərinin məzarı var orada. Və Qarabağ xanlığının məzarı var orada. Qarabağ xanlığı buradadır. Bu eyvan həmin o görgaha baxır. Həmin o Qarabağ xanlığına, tarixinə baxır. Biz indi məsələn düşünürük ki, nə insan ölübdür, dünyasını dəyişibdir. Amma oradadılar da, onların cismi oradadır. Heç kim məsələn ağlına gətirməzdi ki, Ağdama alınar, 5 ilin içərisində sən köçüb gəlib, yenidən sakin olarsan, öz məhlənə düşərsən, öz məhlənə baxarsan, öz küçənə baxarsan, şükür Allahın bugünkü gününə qədər. Yəni, mənim eyvanım çox bahalı eyvandır, bir sözlə.